Salam Elşən doktor. Elşən doktor, Nolu Diaqnostik Müalicə Mərkəzinə son vaxtlar müraciət edən xəstələr baş ağrılarından şikayətlənirlər. Bunun üçün siz nələr deyə bilərsiniz, nə deyə bilərsiniz? Məmnuniyyətlə. Hər kəsə salam, əziz izləyicilər. Deməli, baş ağrısı ən geniş yayılmış bir simptomdur və xəstələrin ümumi ailə həkimlərinə müraciət etdiyi 10 amillərdən biri həmin baş ağrısı sayılır. Yəni, baş ağrısı ümumiyyətlə insan cəmiyyətinin, insan toplusunun 1/3, yəni dünya cəmiyyətinin 1/3 çox şiddətli bir baş ağrısı ilə həkimlərə müraciət edə bilərlər. Baxmayaraq ki, baş ağrısı çox vaxt xoş xassəlidir, amma xəstələrin baş ağrısı ilə müraciət etdiyi